İnsan özünü binadan atar, niye insan özünü topa verər və yaxud asar, niyə? Yəni mömin insan özünü asmır, öldürmür, düzgün iman gətirən insan belə etmir. Və çox vaxt yəni bunu edən, yəni imandan uzaq olan insanlardır. Yəni düzgün və yaxud da iman gətiribsə belə düzgün iman gətirməyən yəni insanlardır və yaxud da xəstə insanlardır. Yəni cin toxunmuş insanlardır ki, belə edir. Amma normal insan və düzgün iman gətirən insan heç vaxt özünü öldürmür. Çünki bilir ki, onun həyatda qalması onun üçün bir qənimətdir və həyatda yaşamaqla daha çox xeyirli əməlləri artırır və bununla axirətini qazanmasına səbəb olur. Və ona görə insanlar da elədir ki, xoşbəxtliyi axtarır və xoşbəxtliyi düzgün yolda axtarmadığı zaman nəticə elə buna gəlib çıxır. Yəni görsən insanlar başlayır siqaretdə tapmadığı zaman şeytan daha da onu şiddətlisinə yönəldir, içkiyə yönəldir və içkidə onu tapacaqsan deyir, vədlər verir və sonra insan içkiyə qurşanır. Və onda da tapmadığı zaman şeytan artıq ondan da daha şiddətlisinə nəşə, narkotik, heroin, gerain bu kimi şeylərə yönəldir. Və onda da tapmayanda onda şeytan deyir ki, daha maraqlı bir şey var. O da çıxırsan binanın üstünə və oradan özünü atırsan yerə. Və beləliklə insan həm dünyasını məhv etmiş olur, həm də yəni axirətini. Amma insan iman gətirdiyi zaman şeytanın belə vəsvəsələrinə gəlsə belə, yəni tabi olmur, bilir ki, bu vəsvəsələr yəni şeytan tərəfindən. Çünki insanın qəlbində bir o boşluq var. O boşluğu nə içki, nə siqaret, nə narkotik, dünyanın heç bir ləzzəti onu doldurmur. Yəni o boşluğu dolduran yalnız insanın Rəbbinə olan imanı, ona olan sevgisi, ona olan yəqinidir.